Salam əziz izləyicilər. Bu mövzuda mən bir neçə video paylaşmışam. Görünür izləməyənlər çoxdur. Bu alovun hündürlüyünə əvvəlcə baxın, yadınızda saxlayın. Bu minimal gücdür. Kombi bu halda minimal gücdə işləyir. Alovun hündürlüyünü göstərirəm, bir də göstərirəm. Alov esenjora toxunmamalıdır, alovun dilləri. Əgər o toxunursa tez xarab olur esenjor və radiatorların qızması da heç də arzu olunan kimi olmur. Mən hal-hazırda bunun qazını lap minimuma indirdim. Bu dayanıbdır 65 dərəcədə, 66-da sönməlidir. Amma uzun müddətli işləyir. Deməli, 11 dəqiqədir bu işləyir. 11 dəqiqəyə 65-ə gəlib çıxırdı. Yəqin ki, 1-2 dəqiqədən sonra 66 olub sönəcək. Bax, burada da bu işarələr var. Göstərim. Bax, bu işarələr bir-bir sönür o. Radiatorlar qızdıqca, yetərincə qızdıqca onlar bir-bir sönməlidir aşağı. Sönə-sönə getməlidir, azalmalıdır onların sayı. Bu nə prosesdir? Kombidə proqramında belə bir rejim var, tənzimləmə mümkündür. Ona histerizis deyirlər. Yadda qalan söz deyil çox güman ki. Ona görə elə belə izahla deyim bunu. Deməli, kombinin işləmə müddəti, bir də fasiləyə dayanma müddəti var, bunu bilirsiniz. Və bu kombilərin əksəriyyətində o müddətləri tənzimləmək olur. Məsələn, bunda tənzimləmə belədir. Hardasa 2 dəqiqə işləyir, 3 dəqiqə fasilə edir. Bu əslində normal rejim deyil. Niyə normal rejim deyil? Məndə ev yarım tikilidir, müəyyən problemləri var, onun izolyasiyası filan yerində deyil. Və bu cür qoşdum, bu cür alındı. İndi gələcəkdə burada başqa işlər görmək planlaşdırıram ki, bunu belə haldan çıxardım ki, qoyun tutaq ki, 2 dəqiqə qızma, 7 dəqiqə, 5 dəqiqə, 6 dəqiqə dayanma. Bu da bir variantdır. Azərbaycan mənzillərində təxminən belə olmalıdır. Amma başqa mənzillər var ki, harada istiliyi saxlaması çox yaxşıdır, pəncərə sayı azdır. Orada belə eləmək olar ki, məsələn, 3 dəqiqə işləyir, sonra 10-15 dəqiqə fasilə eləyir. Bax, bu da mümkündür. Amma bunu nə cür, neçə dəqiqə tənzimləməyi bilmək üçün gərək biraz müşahidə aparasınız. Baxırsınız, neçə dəqiqəyə bu fasiləyə gedəndən sonra radiatorlar hansı temperatura düşür? Məsələn, tutaq ki, 35 dərəcə, 33 dərəcəyə çatanda qoşulan qoymaq olar, yaxud 27 dərəcədə qoşulan qoymaq olar. O müşahidə ilə bilirsiniz, onu o proqramla da tənzimləyərək neçə dəqiqə dayansın, neçə dəqiqə işləsin, bunu optimal variantı özünüz seçə bilərsiniz. Yəni, müşahidə lazımdır. Qaldı ki, usta gəlib sutka ilə müşahidə aparacaq deyil. Bax, ona görə bütün bəlalarımız oradan başlayır. Real deyil də, usta gəlsin, sutkalarla vaxtını itirsin. Hesabatla eləmək olar. Hesabatla eləmək üçün də heç olmasa bir sutka vaxt lazımdır ki, usta hesabat eləyə bilsin ki, burada nə cür tənzimləsin onu. Ən yaxşı variant, əlçatar variant odur ki, özünüz bax, o fasilə və işləmə müddətini özünüz tənzimləyəsiniz. Bax, mən deyirdim, bu işarələr
sönəcək yavaş-yavaş. Bax, sönə-sönə gəlir. Bir dənə qalanda o alov sönür, kombi dayanır. Bax, bu o deməkdir ki, artıq radiatorlar yetərincə qızdı. Biz istədiyimiz temperaturu aldı. Bax, bu halda radiator qıza bilir. Əks halda qızmayacaq radiator. Suyun temperaturu çatacaq 65-ə tez bir zamanda. Kombi sönəcək, radiatorlarda soğuyacaq və heç o dərəcəni ki biz qoymuşuq, bizim radiatorun temperaturu o dərəcəyə çata bilməyəcək. Onun yarısına çata bilər təxminən. 65 qoymuşuqsa, tutaq ki, radiatorun temperaturu 33 dərəcə olacaq. Bax, belə bir şey. Burada fikirləşmək olar ki, biz temperaturu 65'e qoymayaq, biraz çox qoyaq. O da yaxşı alınmır. Niyə alınmır? Çünki tez bir zamanda qızır, lazım olan temperatura çağırır, tez sönür. Yəni bir orta temperatur tutmaq lazımdır bu halda. Elə bir seçim eləməlisiniz ki, həm radiatorlar hamısı qıza bilsin, həm də vaxt baxımından heç olmasa 1 dəqiqə, 2 dəqiqə, bax bu qızmış su, 65 dərəcəli su radiatorlarda bir neçə dəqiqə fırlansın ki, radiator həmin temperaturu götürə bilsin, mənimsəyə bilsin. Bundan ötürü də minimum, maksimum qazın təzyiqi var. Qaz valfında, bax, burada tənzimlənir, göstərmişəm. Bura atverka ilə tənzimlənir, aşağıda da qayqadır, 10 nömr qayqa. Tənzimlənir, aşağı təzyiq minimal, bir də yuxarı təzyiq. Bu qoyulandan sonra artıq siz müşahidə aparırsınız, evinizin istilik tutumundan asılıdır. Konkret bir rəqəm demək mümkün deyil ki, məsələn, bunu 3 dəqiqə işləsin, 5 dəqiqə dayansın. Rəqəm demək mümkün deyil. O rəqəmi, o nisbəti sizin eviniz təyin eləyir. Radiatorlar sayı və evin divarları, şüşə bəndi varmı, yoxdurmu? Otaqlar böyükdür, balacadır, patolog hündürdür, alçaqdır. Konkret evdə müşahidə ilə bilməlisiniz ki, sizin evin məsəl üçün deyək də belə istilik tutumuna qədər. Bax, belə bir şey. Əgər qızmırsa radiatorlarınız, saniyə ölçən götürün, ölçün, neçə saniyə işləyir, neçə saniyə gözləyir. Və götürün, tutaq ki, gözləmə rejimini azaldın, qızsın deyə radiatorlar. Və yaxud işləmə rejimini, vaxtını biraz artırın. Bax, ikisindən birini eləyin, ya hər ikisini, əgər gərəkdirsə, hər ikisini də eləmək olar. Həm o vaxtı artırmaq olar, həm gözləmə vaxtını artırmaq olar və bu daha rahatlıdır. Həm onu artırırsınız, işləmə vaxtını 1 dəqiqə artırırsınız, həm də gözləmə vaxtını 1 dəqiqə artırırsınız. İkisini də artırmaq dedim da. Gözləmə vaxtını da artırırsınız, işləmə vaxtını da artırırsınız. Bu da proqramlarla olur. Hər kombidə fərqli olur. Keçirsiniz tənzimləmə rejiminə, orada tapırsınız hansı kodlandır, hansı kod altındadır o tənzimləmələr, həmin kodda tənzimləyirsiniz. İşləmə vaxtında yığırsınız lazım olan həddə və gözləmə vaxtını da. Sağ olun, suallarınız olsa yazarsınız, cavab verərəm. Ya əgər sizdə birbaşa kömək lazımdırsa, telefonla yardım eləyin, siz onun videosunu göndərin. Bax, belə çəkin, qoşuldu, yandı, söndü, neçə dəqiqə fasilə verdi. Bunun videosunu çəkib göndərə bilərsiniz. Mən də
əlimdən gələn köməyi edərəm. İndi neçə dəqiqə keçdi? 11, 20 dəqiqədir. 20 dəqiqədir. Bu birinci qoşulmadır bu. İlk qoşulmadır. Soyuq radiatorlara qoşmuşam. 21 dəqiqədir bu. 20 dəqiqədir işləyir. Amma artıq həddə çatıb. Bax görürsünüz, bircə dənə qalıb. Bax bircə qudıq qalıb orada. İndi sönəcək və sonra 3 dəqiqə fasilə eləyəcək. Bax, belədir. Oldu, bilmirəm, tam o profesional müəllimlər kimi danışa bilmirəm. Fikrimi biraz deyəsən dolaşıq çatdırıram, üzrlü hesab edin. Sağ olun, salamat qalın.